Yığışın, bugün birlikdə gedirik dırnaqlarımı düzəltdirməyə. Hədsiz uzanmışdılar, ancaq nə mənim, nə də ustanın vaxtı olmurdu deyə yazıla bilmirdim. Nəhayət ki, bugün vaxt tapdıq. Ustamın yanına əli boş getmək istəmirdim deyə mağazadan bir-iki şey aldım və qaçaraq yollandım yanına, çünki biraz gecikirdim. Salon ortamını sevmirəm dediyim videonun altında bir xanım kinayə ilə soruşmuşdu ki, bəs siz dırnağa da getmirsiniz? Düzünü demək lazımdırsa, bunu dırnağa getmək saymıram, çünki dırnaq ustam həm də mənim bacımdır. Bəlkə də bacım dırnaq ustası olmasaydı, heç dırnaqlarımı da düzəltdirməzdim, çünki mənə hədsiz uzun bir proses kimi gəlir. Ancaq bacımla söhbət eləyə-eləyə vaxt o qədər tez keçir ki, həm də əl işlərini çox bəyənirəm deyə hər ay dırnaqlarımı düzəltdirməsəm özümü yarımçıq hiss eləyirəm. Elə biraz oradan buradan söhbət eləyə-eləyə işə başladıq. Elə bilməyin ki, bacımdır deyə mənim üçün hər şey çox rahat keçir. Qətiyyən elə deyil. Digər klientlərə göstərə bilmədiyi kaprizlərin hamısını da mənim üstümdə sınayır. Səsimi də çıxartmıram, çünki bacım məndən pul almır. Mən olsam mən də ondan pul almazdım. Məncə bu çox normaldır. Bu dizaynı isə düz bir ay əvvəldən seçmişdim. Çox səbirsizlənirdim etdirmək üçün. Məncə tam yay abu havalı çox gözəl dırnaqlar alındı. Bəs siz nə düşünürsünüz? Mütləq rəylərdə bildirin.